Paytaxtda, liseydə silahlı insident olub. 10-cu sinif şagirdinin öz müəllimini ov tüfəngi ilə güllələdiyi bildirilir. İddialara görə şagird müəllimə atasına məxsus ov tüfəngi ilə atəş açıb. Bəs hadisəyə səbəb nə olub? Daha ətraflı əməkdaşımız Rəşad Vəkiloğlu danışacaq. Paytaxtın Binəqədi rayonu ərazisində fəaliyyət göstərən İdra liseyində şagird müəllimi odlu silahla yaralayıb. Hadisə bugün səhər saatlarında dərs fasiləsində qeydə alınıb. Dərhal əraziyə polis, prokurorluq və təcil yardım briqadasının əməkdaşları cəlb olunub. Hadisənin baş verdiyi ərazi təhlükəsizlik məqsədi ilə qapadılıb. Liseydə baş verən insident valideynlər arasında da ciddi narahatlığa səbəb olub. Övladlarının təhlükəsizliyindən narahat olan valideynlər öz övladlarının təhsil müəssisəsindən götürüblər. Tapanca olmayıb, deyəsən ot silahı olub, tüfəng olub, tüfəng. Erkek şey yoxdur, yəni dəmir yoxlaması yoxdur. Bəs şagirdi silahı əl atmağa nə vadar edib? Məlumata görə silah atasına məxsus ov tüfəngi olub. Valideynləri övladlarının evdən silahı götürməsindən xəbərsiz olublarsa, şagird liseyə silah asanlıqla necə keçirə bilib? Məlumata görə məktəbli silahı liseyə məktəbli ilə çantasında daxil edə bilib və ehtiyatsızlıqdan liseyin riyaziyyat müəlliminə bir atəş açıb və nəticədə o ağır yaralanma belə dərhal klinik tibbi mərkəzə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən 10 sinif şagird isə prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib. Məlumata görə cinayət hadisəsi baş verən günə qədər həmən müəllimlə şagird arasında heç bir münaqişə yaşanmayıb. Hazırda pasiyentin müalicəsi bir saylı kliniki tibb mərkəzinin reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur. Aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb. Artıq cinayəti törətmiş məktəbli saxlanılıb və hüquq mühafizə orqanları hadisənin təfərrüatlarını istintaq araşdırmaları ilə müəyyən edəcəklər. Müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən tutulub. Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışını keçirir. Eləcə də hadisənin baş vermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir. Bəs öz müəllimini güllələyən şagirdi hansı cəza gözləyir? Bu şəxsə 10 ildən artıq azadlıqdan məhrum etmə cəzası verilə bilməz. Yəni qanunvericilik bunu bir mənalı olaraq 10 ildən yuxarı cəzanın verilməsini qadağan edir. Xəsarət ağır dərəcəlidirsə, bu halda da 3 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Yenə də qeyd edək, əgər xuliqanlıq niyyəti varsa və ya digər ağırlaşdırıcı hallar varsa, o halda isə 126-cı maddənin 2-ci hissəsi ilə 6 ildən 11 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Təəssüf ki, son bir həftə ərzində yeniyetmələr tərəfindən törədilən 3-cü ağır cinayət hadisəsinə şahidlik edirik. Kimdir günahkar? Övladını nəzarətsiz buraxan valideyn yoxsa liseydə təhlükəsizlik tədbirlərinə əməl etməyən bu təhsil ocağının rəhbərliyi? Valideynlər övladlarının təhsil müəssisəsinə yola salarkən təbii ki, onlar şagirdlərin çantalarını yoxlamalıdırlar, nəyi aparıb, nəyi ümumiyyətlə məktəbdən geri gətirir. Bunlara diqqət yetirməlidirlər. İkinci növbədə valideyn günahı ondan ibarətdir ki, valideyn əgər evdə odlu silah saxlayırsa, bunu övladı bilməməlidir və yaxud da bilirsə belə onun üçün həmin silahı götürmək əlçatan olmamalıdır. Buradakı günahkar qismində və yaxud da məsuliyyətli tərəf qismində təbii ki, təhsil müəssisəsini görürük. Təhsil müəssisəsi görünür ki, müəssisədə müvafiq olaraq təhlükəsiz təhsil mühiti formalaşdıra bilməyib. Bunun üçün mühafizə xidməti yaradılmalı idi. Bunun üçün xüsusi qurğular, cihazlar qurulmalıdır, X-ray cihazlar kimi ki, şagirdlər orada hər hansı bir soyuq silah və yaxud da odlu silah və yaxud da digər hər hansı bir texniki vasitələr gətirərkən bunları dərhal aşkarlamaq mümkün olsun. Psixoloqlar deyir ki, əgər məktəb yaşlı yeniyetmə ağır cinayət hadisəsi törədirsə, bu adətən onun psixoloji vəziyyətində ciddi problemlərin mövcudluğundan, ailə və sosial mühitdə nəzarətin zəif olmasından, eləcə də uzunmüddətli stres və zorakılığa məruz qalmasından xəbər verir. Nə qədər ki, valideynlərimiz psixoloji pozuntuların, psixi xəstəliklərin çox cılıza və bəsidə alacağıq, o qədər də bizim problemlərimiz çoxalacaq. Hər zaman deyirik, uşaqların, baxın, antisosial şəxsiyyət pozuntusu var ki, uşaqların artıq 14-15 yaşında bu başlayır formalaşması. Keçir bunun yetkinlik dönəmində 17 yaşında bunu paranoal ciddi şəxsiyyət pozuntusu var ki, bu psixi xəstəlik paranoya deyirik və burada insanların bəzilərindən özünü hər kəsdən üstün tutması, hər kəsin ona hansısa bir ziyan və təhlükə verəcəyindən daima şübhədə olması və güvənsizlik hissinin aşılanması kimi ciddi klinik bir xəstəlikdir. Qeyd edək ki, güllələnən riyaziyyat müəllimi Şahla Kazımova liseyin qabaqcıl müəllimlərindən biri olub.
Hadisə ilə bağlı nə İdrak Liseyindən, nə də Elm və Təhsil Nazirliyindən mövqe öyrənə bilmədik. Rəşad Vəkiloğlu, Məhəmməd Həsənzadə, Space xəbər.